Salam əzizləyicilər, bugünkü servisimizin qonağı Honda Accord 2013. Deməli, belə bir problem var ki, avtomobil işə salanda dövrlər sayı həddindən artıq çoxdur. Deməli, ATGS Control Relay of Malfunction. Deməli, bu zaslonkanın relesinin xəta kodudur. Bu bizim Orxan ustadır. İndi Orxan usta gida ayaqlarını yoxlayacaq. 30-cu klema, yəni plus 12 volt daimədir. Burada var. Biri releyin, o birisi ayağıdır. 87-ci ayaqdır. İki dənə də sarğı ayağı var. Hal-hazırda yoxladığımız indi sarğı ayağının plus ayağıdır. Bizdə parkovkadadır hal-hazırda. İndi bəli, bizim də beynindən gələn mənfi ayaq yerindədir. Yeləni də sizə yoxlayıb deyəcək. Əzizləyicilər, deməli bunu qoşmuşuq qida blokuna yenə. Başqa bir işlək reledir. O da 036 problem yoxdur. İndi o avtomobilin üstünə quraşdırıb xəta kodlarına baxıb və avtomobili işə salacaq. Read fault code. Deməli, no DTC, yəni heç bir xəta kodu aşkarlanmayıb. İndi avtomobilimizi işə salacaq. Yəni bizim avtomobildəki problem, yəni zaslonkanın xəta kodunun verməsi relenin özündən idi. İçindəki mexaniki problem idi. Yəni sarğının qopması idi. Diqqətiniz üçün təşəkkürlər.